Aziz bacılar, kardeşler, aziz dostlar, ben sizin hamınızı samimi kalpten salamlayıram. Size can sağlığı, hoşbaxtlık arzuduram ve size kalbimin en derin güşesinde beslediğim sevgimi, muhabbetimi çattırıram. Azerbaycan benim ürəyimdir. Azerbaycan benim nefesimdir. Azerbaycan benim hayatımdır. Bir yerde bu vəziyyətdən çıxacağıq. Donsaq da bir yerdə donacağıq. Ölsək də bir yerdə öləcəyik. Əziyyətləri də bir yerdə çəkirik. Ancaq nə qədər çətin olsa biz bunlara dözəcəyik və bu günlərdən çıxacağıq. Bu günləri sizin görüşünüze gelmişim. Çünkü siz yerinizden, yurdunuzdan tercih düşmüş insanlarsınız. Sizin derdiniz gün Azerbaycan halkının derdidir. Sizin derdiniz benim şahsen derdimdir. Bizim için işgal olmuş torpaqları azad etmek, müstakil Azerbaycan arazi bütünlüğünü bərpa etmek ve sizin her birinizi yerine, yurduna kaytarmak bizim âli vəzifəmizdir, məqsədimizdir və bilin ki, bundan da mən məşğul oluram. Ben Azerbaycan neftçilerini, Azerbaycan halkını, bütün Azerbaycan vatandaşlarını bu əlamətdar tarixi hadisə münasibətiyle təbrik edirəm. Və əmin olduğumu bildirmək istəyirəm ki, bizim əməkdaşlığımız müvəffəq olacaqdır, uğurlu olacaqdır. Bizim əməkdaşlığa maneçilik edən bütün qüvvələr dəf olunacaqdır. Müstakil Azerbaycan Respublikası öz taleyinin sahibi kimi, öz servetlerinin sahibi kimi bu emektaşlıkta dünya birliğinde, dünya iktisadiyatı birliğinde öz layıklı yerini tutacak.
İstəyimiz, arzumuz ondan ibarətdir ki, gençlerimiz, gençliğimiz, Azərbaycanın gençleri sağlam olsunlar. Fiziki sağlamlıq, mənəvi sağlamlıq, ruhi sağlamlıq. Bayramın mübarek olsun. Bayramın mübarek olsun. Bayramın mübarek olsun. Bir kəlmə oxu yine. Bilmem sen danışmaq çətin olacaq. Sen gittin ele bir dünya boşaldı. Yazda köçüp gitti yeri boşaldı. Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdi. Arzu edirəm ki, sizlə birlikdə gedək Şuşaya. Gedəcəyik. İnanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox. Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o isti susu, biz onlarsız yaşaya bilmərik, təsəvvür edə bilmərik.